Bu planlı təlimdir. Təlimi planlaşdıranda əvvəldən yer və hansı tərkibdə olacaq, hansı texnika iştirak eləyəcək və hansı əlaqələr qurulacaq, qərargahlar birgə hansı fəaliyyət göstərəcəklər, yəni təlimlərin rəhbərliyi tərəfindən və s. Və indi də bu saat görüş haqqında siz dediniz. Ona görə də mən düşünürəm ki, bu təlim rəhbərləri hər iki tərəfdən yerin seçilməsi ilə bağlı və keçirilməsi ilə bağlı belə deyək, razılaşıblar. Ancaq ki, Azərbaycan üçün İranla birgə bu formada olan təlimlər əlbəttə işğaldan azad olunmuş torpaqlarda təlim keçirməsi və nəinki təlim, mən deyərdim ki, hər hansı bir tədbir keçirsə də, istər kultur, istər iqtisadi cəhətdən, istər siyasi cəhətdən, təbii ki, hərbi cəhətdən də işğaldan azad olunmuş torpaqlarda hansıdırsa belə deyək, təlimlərin keçirilməsi, bu bizim belə deyək, xüsusi bir rəng qatır və əlbəttə düşünürəm ki, bu yerdə məhz işğaldan azad olunmuş torpaqlarda da təlim keçirilməsi, bu sadəcə belə deyək, qəfl olan bir şey deyil. Mənə elə gəlir ki, planlı şəkildə biz bu məsələni bu formada təlim rəhbərləri kimi planlamada öz fikrimizi bildirmişik.